Bəzən insanlar deyir ki, filan kəs Allah rəhmət etsin, töz öldü, tez dünyadan getdi. Yox, vallahi. Qədəri bölən də, əcəli verən də, ömrü qoyan da, yaşı hesablayan da, kimin nə zaman öləcəyini təqdir edən də Allahdır. Lakin kim necə ölüb ona təəssüflən. 30 yaş yaşayan var ki, elhamdülillah, Rəbbinə qovuşduğu zaman nə gözəl ruhdur, xoş gəlib, gəl deyilər. Elə insan var ki, 100 il yaşayar, lakin necə pis ruh daşıyıb, Rəbbinə səcdə etməyib, itaət etməyib, bir dəfə olsun qabağında diz çökməyib, Allahın ona danışmaq üçün verdiyi dili ilə la ilahə illallah deməyib, Allahın təkliyinə çağırmayıb, Allahı uca tutmayıb, yüksəltməyib, yalnız özü üçün, nəfsi üçün yaşayıb adam. Ona göndərilmiş olan Muhammed sallallahu aleyhi ve sellemin yolu ilə getməyib, sünnəsinə tabi olmayıb, ümmətindən olma şərəfini üzərində daşıya bilməyib, özünü haramlarla, günahlarla alçaldı. Nəfsinə, özünə hörmət edən biri, özünü günahlarla, aləmlərin Rəbbinə qarşı gəlməklə alçaltmaz. Bu üsyanla fəxr etməz. Vallahi bu ucalıq səbəbi deyil. Əgər ucalıq səbəbi olsaydı, Allah azza və cəllə öz qullarına, sevdiklərinə, rasullara bunu əmr eləyərdi. Allah azza və cəllə kimi harda görmək istəyirsə, onu orada ucaltmaq istəyir demək. Səcdələrdə və rükularda Allah ucaltmaq istədiyini öz qarşısında, evində görər.